Salam idi, yaxşı. Siz yaxşı formadaydınız. Saudi Arabiyada keçdiyimiz oyun çox uğurlu idi və yaxşı enerji elədi. İlk oyunda 6-1 hesabı sizə şans verir bu oyunda bəzi oyunçuları istirahət etməyə. Ola bilər sabah mən bütün güclü heyəti qoymayım. Amma çalışacağam heyət özünü göstərə bilsin. Əsas oyunda yaxşı ritm olmalıdır. Biz hər dəfə heyəti, oyunçuları dəyişməliyik ki, heyət həmişə formada olsun. Ona görə mən çalışacağam daha düzgün heyəti seçəm. Salam Edi. Bournemouth'da olanda sən qrupda lider idin. Vaxt çox tez uçur. Yadımda deyil. Mən Bournemouth'da leadership qrupundaydım ya yox. Bizdə yaxşı liderləri var idi həmin komandada, amma indiki kimi mənə əsas stabillikdir oyunda. Güc, liderlik, mən xarakterdə oyunçulara, xüsusilə həm məşqdə, həm meydanda özünü göstərən oyunçulara onlar mənə daha vacibdir, belə oyunçular. Oyunçular həmişə özünü meydanda lider kimi göstərməlidir. Çempionlar Liqasında bu il nə qədər sizi sevindirir oyunlar, çünki bu liqada oyunlarınız belə qeyri-stabil deyil idi. Məsələn, Qarabağ aydı kimi nəticələr məni sevindirir. Mənə çox sevindirir ki, necə o həmin oyunda çox yaxşı oyun nümayiş edirdi. Oyunçularda iştah var idi. Biz istəyirik ki, həmin səviyyəni həmişə saxlayaq. Manchester City-yə də qarşı biz məncə elə oyun göstərdik və göstərdik ki, fiziki olaraq biz çox yaxşı formadayıq. Çünki bizə belə oyunlar daha çox inam verir. Ona görə mən yenə də istəyirəm sabah həmin oyunu nümayiş etdirək. Çünki bizi sevindirir belə oyunlar. Çempionlar Liqasının 16-da binə düşmək məsələsinə siz üçün nə deməkdir? Mən bunu əvvəllər demişdim. Bu səviyyəyə çatmaq sonuncu 16-lığa çox bu səviyyədə hər şey baş verə bilər. Arada olur, çünki kubok oyunlarında olur bir oyunluq oyunlar. Bizdə həm də Qarabağ kuboku var. Biz çalışırıq oyunumuzu həmin səviyyədə qaldıraq və biz çalışacağıq maksimal dərəcədə qabağa gedək. Amma sırf sadə ilə danışsaq, biz çalışacağıq bacardığımız qədər irəli gedək. Çempionlar Liqası oyunçulara nə qədər inam verir. Məncə bu turnirdə çalışmaq lazımdır ki, hər oyunun performansını bir detallarına baxaq.
Çünki biz bilməliyik ki, sabah biz nə eləməliyik. Bizə hər dəfə, hər oyunda kiçik addımlar çox vacibdir. Çünki yaxşı oynayanda bütün oyunları daha da yaxşı oyunlarda nümayiş edirsən. Qarabağ mənə çox xoşuma gəlmişdi. Onlar xüsusilə hücum eləyirlər, yaxşı gözləri var qol vurmağa. Onlarda çox yaxşı futbolçular var. İlk oyunda biz çox gözəl oynadıq. Onlara ona görə çox çətin oldu. Onlar amma çox yaxşı komandadır. Ona görə biz çox yaxşı hazırlaşmışıq. Siz bu il hansı oyunu, ən çox oyunu bəyənirsiniz nümayiş mənada? Məncə bizim enerjimiz bu il çox yaxşı olub. Amma hansısa momentdə bizim enerjimiz aşağı düşdü. Mən düz danışmalıyam. Anthony Gordon'la başladı, sonra ayrı komanda üzvlərinə keçdi həmin enerji. Məncə bizim əsas gücümüz bizim o energiyamızdır. Çünki bizim fiziki durumumuz və texniki gücümüz bizə kömək eləyir ki, topdan nə istədiyimiz şeyləri göstərək. Sizə həm məşqçi kimi, həm oyunçu kimi sizcə sizdə stabillik var və sizin xoşunuza gəlir bu hal-hazırdakı durumunuz? Biz bütün qrup kimi, mən, bütün o klubun işçiləri biz fikirləşirik ki, həmişə daha da yaxşı eləyə bilərik. Əsas problem odur ki, həmişə bu səviyyədə qalmaqdır. Ona görə biz çalışmalıyıq həmişə bu səviyyəyə çatmağa. Mən amma hal-hazırda çox razıyam. Salam edin. Nick Nolbernor Almaniyanın nömrə 9 oyunçusudur. Siz onunla danışmısınız, onun Almaniyaya aid şansı çox var ya yox? Mən Nicklə çox danışmışam. Müxtəlif mövzulara aid. Hətta əsas hücumçu kimi oynayaraq meydanda arada özünü göstərə bilir. O ki qaldı onun Almaniya karyerasına. Məncə o hər mövqedə yaxşı oynasa bizə çox yaxşı olacaq. Nick son oyunlarda bu rol ona bu mövqe onu çox sevindirir və o öz bacardığını göstərir. Ayrı oyunçularla yaxşı paslaşır. Amma mənə görə ən maraqlı odur ki, onun taktiki anlayışı çox yaxşı səviyyədədir. O həm pressing yaxşı edə bilir, həm yaxşı müdafiə edə bilir. Və topla sərbəst rəftar edə bilir. Yəni təkcə topsuz da oynaya bilir, topla da oynaya bilir. Və məncə onun çox böyük məncə onun mövqeyini dəyişmək olar. Baxır oyuna. Craig isə nömrə 10-dur meydanda, yəni hücumçudur. Ona aid nədirsə demək istəyirsiniz? Mən başa düşürəm niyə bu sualı versiniz. Amma Nick məncə daha dərin oynaya bilən hücumçudur. O əsasən arxadan oynaya qabağa gedəndə daha yaxşı performans göstərir. Məncə onun çox böyük belə fərqi yoxdur. Düzdür, elə mövqelər var ki, xüsusi keyfiyyətləri bilməlisən, amma mən ondan çox razıyam. Xüsusilə Qarabağ oyunda. Həmin gün o çox möhtəşəm oynadı.
Kim bilir onun gələcəyi nədir. Amma məncə o hücumçu kimi möhtəşəmdir. Siz ondan nə qədər fiziki işləmisiniz? Biz ondan çoxlu vaxt keçirməmişik. O bizə gələndə 75% sağlamlığı onun yaxşı idi. Amma onun çox yaxşı dözümü var. Çünki arada o yaxşı qaçmayanda, o çox qaçan oyunçu deyil. Amma dözümü çox yaxşıdır. Amma məncə həmin mövqeyə o lazımdır. Sabahki oyuna nə olacaq? Görək sabah necə olacaq. Anthony Gordon'la Sandro Tonali oynayacaq sabaha. Bugün bəzi oyuncuları işlətməmişik. Heç bir problem deyil. Biz sadəcə istəyirik ki, onlar zədə almasınlar. Sizcə gələn mövsüm Nick Woltemolda daha çox oynaya bilər. Çünki onun çox texniki, yaxşı səviyyəsi var. Baxmaq lazımdır. Onun məncə çox yaxşı parlaq gələcəyi var. Hər hansısa hər hansısa oyunçu ölkəyə yeni gələndə ona çətin olur, amma məncə onda start çox uğurlu alınıb. Bu liqa ona asan deyil idi. Çünki komanda həmişə planlarını dəyişirdi. Amma oyunu tez dəyişdiyinə görə oyuna tez uyğunlaşırdı. Amma biz əsas həmişə oyunu qurmaqda uğurlu olmalıyıq. Fikrinizcə onun həm də şuuru, gücü nə qədərdir? Mən onu o qədər görməmişəm. Yaxşı idi o. Mən biləm onun çox giyindiyi paltarlar mənə gülməlidir. Çünki onun dəb zövqü çox ayrıdır. Amma nə giyinirsə məncə yaxşı görünür. Amma o xoşdur ki, çox gözə girsin. O da onun şəxsiyyətinə aiddir. Onun meydanda heç bir problemi yoxdur. Amma mənim çox xoşuma gəlir o necə oynayır. Əgər o yeni rolunda belə özünü göstərsə, Julian Nagelsmann-a ona məsləhət görə bilərsiniz hücumçu kimi oynamağını. Yoxsa siz gözləyirsiniz onun mövqeyi dəyişəcək? Mən əvvəlki dediyim kimi Almaniya onu hansı mövqedə işlədir? Məncə düz işləmir. Çünki o Almaniya adətən onu arxada oynadır. Amma əgər Newcastle-da bu işləyirsə bu metod, hər halda Almaniyanın xəbəri var ki, onun potensialı nədir. Amma mən onu arzu edirəm ki, ancaq özünü yaxşı göstərsin, çünki onun böyük potensialı var. Malik Shaw son zaman oynayanda çox yaxşı özünü göstərirdi. Ona aid bir dənə zəhmət olmasa. Xəbərim var ki, onu oyunda qadağan olub, amma stabillik lazımdır. Məncə o çox yaxşıdır. O müdafiə tərəfindən çox möhtəşəm oynayır. O bizə görə çox yaxşı transferdir, yaxşı oğlandır. O sabah olmazsa Çempionlar Liqası qolunu vurduq. Necə idi sizə görə? Məncə çox möhtəşəm idi. Əvvəlki vaxta baxsaq, Çempionlar Liqasında mən həmişə istəyirdim Çempionlar Liqasını oynayım. Mən ilk dəfə San Siro'da öz debütümü eləmişəm. Və onda ilk qolumu və ilk asist eləmişəm.
və mənə çox vaxt aldı həmin səviyyəyə çatmaq. Amma sizin qrafikiniz çox sıxdır. Siz sabah oynayırsınız komanda qarşı hansına ki 6-1 qələbə hansına ki 6-1 qələbə qazanmısınız. Amma weekend oynamalısınız Evertona qarşı. Sabahki oyuna fikriniz nədir? İlk olaraq burada evdə olmaq həmişə yaxşıdır. Bizdə çoxlu bir sıra ağır oyunlar oldu. Mən çox sevinirəm ki, öz azarkeşlərimiz qabağında oynayacaq, öz stadionumuzda oynayacaq. Sabahki oyunu çox gözləyirəm. Elə asan oyun olmayacaq. Amma evdə oynamaq həmişə xoşdur. Siz artıq 16-da 1 dəysiniz demək olar ki. O nə deməkdir? Yəni ki, bura çatmaq. Çox sevinərəm ki, biz 4 mövsümdür önə gedirik və bu yeni bizə görə qoldur, yeni səviyyə çatmaqdır. Mən çox sevinirəm buna aid. Biz çalışırıq ki, hər mövsüm daha da qabağa gedək və mən ona görə çox razıyam. Keçən dəfə 6-1 udmusunuz Qarabağı. Çempionlar Liqasına klub üçün ən böyük rekorddur. Yenə də istəyirsiniz belə böyük qələbə qazanmaq? Bəli. Keçən dəfə bizi izləyən Newcastle azarkeşləri məncə çox sevinirdi Bakıda göstərdiyimiz oyuna. Çox güclü oyun göstərdik. Aqressiv idi, hücumda yaxşı idik. Bizim belə potensialımız var. Məncə hələlik özümüzü yaxşı Çempionlar Liqasında da göstəririk. Və bütün bunlar hamısı müxtəlif faktorların qarşılığıdır. Siz artıq klubda çoxdansınız. Sizə nə deməkdir bu qədər oynamaq? Artıq neçə illərdir siz bu klubdasınız? Mənə görə çox gözəl hisslərdir. Bu komandada özümü lider kimi hiss edirəm. Bu möhtəşəm hissiyyətdir. Həm də mənim yaxşı mentorlarım olub, müəllimlərim olub. Matt Ritchie məsələn onlardan biri. O mənə çox böyük kömək olub. Mən ondan çoxlu şeylər öyrənmişəm. O ilk adamlardan mənə yardım edib və o məni o lider qrupuna salıb və həmin vaxtdan o mənə həmin keyfiyyətləri öyrədib və məncə yaxşı bir xüsusiyyətdir. Məncə mən də onu yaxşı öyrənmişəm. Siz Newcastle-da ilk oyununuz alınmayanda sizin fikriniz var idi o vaxt West Broma getməyə? Yoxsa sizcə düz elədiniz, qaldınız? West Brom yanında deyil. Amma yadıma gəlir ki, Sheffield Wednesday-yə qarşı qalib gələndə o istədiyim şey olmadı. Çox çətindir həyatı bilməyə. Məncə mənim yolum belə idi. Sheffield Wednesday-yə gələndə mənim işlərim yavaş-yavaş düzəlməyə başladı. Mən indi elə Jacob Murphy 2-0-am. Yeni formada. Mən Steve Bruce'un altında da yaxşı oynamışam.
Mən də liderlərə aid sual verəcəm. Siz son 2 həftədə əsas liderlərdən birisiniz. Liderlik qrupunun üzvü olmaq nə deməkdir? Bizə biraz başa salın. Sizdə xüsusi belə qrup var, yoxsa xüsusi nişan var? Bunu təsdiqləyən. Sizə görə leadership nədir? Bizdə WhatsApp qrupu var. Biz orada danışırıq. Orada mesajlarımızı bölüşürük. Amma oyunda oyuna hazırlıqda leadership qrupunda hərənin müxtəlif keyfiyyətləri var. O ki qaldı mənə. Mənim səsimdən görürsünüz ki, mən ən çox güclü səsli adam deyiləm, qışqıran adam deyiləm. Mən xoşlayıram ki, meydanda özümü göstərmək istəyirəm və ayrı adamları göstərmək istəyirəm ki, yaxşı nümunə olam. Bizdə məsələn Burnley var. Onun məsələn çoxlu səsi var və yaxşı hərəkətləri var. Trippier yaxşı oynayır. Bruno. Ona aid heç nə deməyəcəm, hamı məncə yaxşı bilir. Özünü çox yaxşı göstərir. Məncə o çox yaxşı liderdir. Və Nick Pope. Çox güclü səsi var. Və o oynayanda həmişə hiss olunur. Məncə onlar həm də meydanın içində çox böyük oyuna şövq qatırlar. Siz kluba gələndə klub Diviziya 1-dən yuxarı Premier Liqaya qalxmışdı. Siz onda inanırdınız Çempionlar Liqası 16-sında ola bilərsiniz. 16-da 1-də. Düzün desəm yox. Hamı bilirdi ki, həmin vaxt dözmək lazım idi Premier Liqada. Yəni əsas hədəfimiz o idi. Amma hər şey dəyişdi. Bizim hədəflərimiz dəyişdi. Fikirlərimiz dəyişdi. Amma hal-hazırda biz 16-da 1-deyik. Hamı çünki inandı ki, 16-da 1-ə ola bilərik. Və bizim həm dəyərlərimiz də dəyişir və hamı istəyir ki, önə girək. Siz bilirsiniz ki, Manchester City'də son dəfə olmuşam. Mən eşitmişəm ki, sizin ailəniz Washingtondan gəlir. Siz ondan nə qədər əlaqədərsiniz? Biz çalışırıq maksimum nə qədər oynayaq. Mən heç vaxt saymamışam. Nə qədər oynamışam mən. Mənə klubun üzvü deyib ki, mənim 500-cü oyunum olacaq. Özümü çox yaxşı hiss elədim. Mənim ailəm, mənim valideynlərim mənim yolumda həmişə mənə böyük dəstək olub. Onlar mənə çox böyük dəstək göstərib. Mənim klub yoldaşlarım çox mənə kömək edib. Menecerlərim, məşqçilərim. Çox mənə böyük kömək eləyib ki, çoxlu mən ona görə Newcastle oynamışam. Mən bu sevindirir məni. Sizin həm yaxşı və həm pis momentləri ailənizə aid. Danışa bilərsiniz buna aid, öz ailəniz. Mənim ailəm həmişə mənə görə burada olub və ona görə özümü mən həmişə güvənli hiss eləmişəm. Onlar həm mənim ağır günlərimdə olub, həm xoşbəxt günlərimdə olub. Məncə hər ailədə belədir. Onlar həmişə mənlədir. Yenə də leadership qrupuna aid sual verəcəm.
Cəmə aid zəhmət olmasa danışın. Cəm çox böyük adam idi, o hamıya baxırdı. Ümid edirəm heç kimin xətrinə dəyməz, amma o aqressiv oyunçu idi. Amma sizin komandada həmişə sizə belə bir adam lazımdır arada. Ona həmişə hörmət eləmək lazımdır. Və onunla oynayanda, xüsusilə paltar dəyişmək otağında çox yaxşı oynayırdı. Çünki biz onunla həmişə hər oyuna od kimi çıxırıq. Elə bir ki, eyni beynimiz var. Hamımız eyni şey düşünürük. Çoxlu pressing eləməliyik, bir vaxt keçiririk. Bir beynimiz olanda hər şey komandada bir işləyir. Xüsusilə axırıncı oyunlarda. Məncə biz bunu gördük və yaxşı buna aid güc qoyduq. Amma biz çalışmalıyıq, bunu həmişə saxlayaq. Sonuncu il sizin karyeranızda ən yaxşı il idi. Eşitmişəm ki, İngiltərəyə də daha çox şey alasınız. İngiltərə milli yığmasına. İshak məsələn öz telefon chargerını itirib. Bəs siz nəyi itirmisiniz? Alex burada olanda möhtəşəm idi. Mənlə onun çox yaxşı əlaqəsi olub. Biz eyni dəyərləri götürmüşük. Və mən eyni nəyə öyrənmişəm, ayrı komanda üzvlərini öyrədirəm. Həmişə məşq eləmək lazımdır. Arada çətindir. Çünki hər dəqiqəni işlətməlisən, baxmalısan ki, problem hardadır və bu arada çox ağır olur. Biz amma çalışırıq müxtəlif yolları işlədək, bizə yardım olsun deyə. Paltar dəyişmək otağında keçən həftə siz nə dediniz? Bəzən yavaşlamaq lazımdır. Çünki bilməliyik ki, əsas hədəfimiz nədir? Mən yenə dediyim kimi, bir beyin bizim ən yaxşı göstərdiyimiz oyunlar bir komanda kimi oynayanda olub. Biz pressing eləyəndə, meydanda özümüzü göstərəndə, biz bir-birimizə heç fikirləşmirik pas verməyə, amma hamısı o avtomatik olunur. Ona görə çox bunun üzərində işləmək lazımdır. Sonuncu 4 oyunda məncə biz bunu göstərmişik. Fikrimcə daha çox şey tapa bilərik. Bu bir beyin düşünmə yolu ilə. Fikrimcə xüsusilə sol cinahdakı oyunçular, onların çox yaxşı sürəti var. Mən həmişə ona gözümüz onda olmalıdır, diqqətimiz onda olmalıdır. Onlar çox güclü komandadır. Onlar çox yaxşı arxadan oynayırlar. Amma əgər evdə oynayanda bizim öz dəyərlərimiz var. Biz də çalışmalıyıq ki, özümüzü göstərməliyik. Və ona görə çalışmalıyıq həmişə öz ən yaxşı oyunumuzu göstərək. Biz hər şey eləmək ki, hər hansı komanda oynadığımız oyunlar daha da yaxşı olsun.
Çempionlar Liqasının himni eşidəndə mən çox o Champions mahnısı gələndə çox sevinirəm. Elə anları adam həmişə yadında saxlayır. Uşaq kimi deyirsənsə, həmin hisslərin yoxdursa. Amma mən öz oyunuma çox ciddi yanaşıram. Məncə mənim ən gözəl işim var. Ona görə həmişə sevinirəm. Uşaqlıq xatirələrim yadıma gəlir. Böyük belə anlar hiss eləyəndə böyük möhtəşəmdir. Bu sizin 11 yaşındakı olan vaxtınıza hədiyyənizdir. Bəli, xüsusi andır, sehrli andır. O çox gözəl gecələrdir. Hətta belə burada oturanda adam çox sevinir, amma həmişə bu səviyyədə oynamaq lazımdır. Sağ olun.